Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yessir li emri ve hlul min lisani yefkahu kavli. Allahümme allimna ma yanfa'na ve fa'na bima allamtana ve zidna ilma ba'd. Əziz qardaşlar, Şeyx Nasır Səmərqand rahimehullahın qəflətdə olanlara xəbərdarlıq kitabının tədrisinə davam edirik. Və Şeyx rahimehullahın gətirdiyi 23-cü mövzu qəzəbi boğmaq barədədir. Və bu da müminlərə əmr olunan ən əfzəl əməllərdən biridir. Və bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm hədis var ki, Əbu Davudda keçən hədisdə Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, kim qadir olduğu halda qəzəbini boğarsa, qadir olduğu halda, cavab verməyə qadir olduğu halda qəzəbini boğarsa, qiyamət günü bütün məxluqatın eşidəcəyi şəkildə çağırılacaq ki, bütün hər kəs bunu eşidəcək, sənin adınla çağırır. Ey filan kəs, oğlu filan kəs, deyə nida olunacaq ki, gəl istədiyin hurilərdən seç. Hurilərdən istədiyini seç. Bu şəkildə ona nida olunacaq. Bütün məxluqat eşidəcək. Arasat meydanında ki, Allah Azəbə Cəllə onu çağırır. Nəyə görə? Çünki qadir ol. Biri var, mən səni qəzəbləndirdim. Mən sənə cavab verməyə qadir deyiləm, səndən qorxuram, zəifəm. Susuram. Biri də var ki, qadirəm. Qadir olduğum halda yenə bu halda susuram. Birinci halda qadir olsaydım cavab verərdim sənə. Sənlə savaşardım. Qadir deyiləm deyə sustum. Yəni, orada Allah üçün deyə susmaq. Qorxduğun üçündür. Amma burada isə qadirsən sən ona. Lakin Allah üçün sustursan. Burada niyyət Allah üçün olduğu üçün onun mükafatı da böyükdür. Ömər ibn Abdüləziz rahimehullahdan gəlir ki, bir gün Ömər ibn Abdüləziz deyir, onu qəzəbləndirən bir insana deyir ki, əgər sən məni qəzəbləndirməsəydin, mən səni cəzalandırardım. Və Allah Azəbə Cəllə bu ayəsində ki, وَالْكَاظِمِينَ الْغَيْظِ onlar qəzəblərini boğarlar. Bu Allah Azəbə Cəllə o insanları, qəzəblərini boğanların cənnət əhlinin sifətlərindən olduğunu bizə bəyan edibdir. Necə ki, Allah Teala buyurur ki, وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضِ Rəbbinizin cənnətinə, məğfirətinə və eyni göylər və yerlər qədər olan cənnətinə tələsin. وَعِدَّةِ لِلْمُتَّقِينَ o kimlər üçündür? O, müttəqilər üçün, təqva əhli üçündür. Və ondan sonra buyurur ki, kimlərdir onlar? Onların sifətindən, Allah Azəbə Cəllə buyurur ki, onların sifətlərini zikr edilib, bir neçə sifətləri. Onlardan nədir? وَالْكَاظِمِينَ الْغَيْظِ qəzəblərini boğarlar. وَالْعَافِينَ عَنِ النَّاسِ insanları əfv edərlər. وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِينَ Allah yaxşılıq edənləri, ehsan edənləri sevər. Onlardan deməli, o müttəqilərin sifətindən, cənnəti qazanan sifətlərindən biri kimlərdir? Qəzəbi boğanlardır. Və bu barədə Meymun ibn Mehram rahimehullahdan gəlir. Eyni qissə həmçinin Həsən Hüseyin radiyallahu anh övladı Zeynul Abidindən də varid olub ki, bir gün onun qulluqçusu rastlaşır, üzərində yemək qabı olur, bunun üstünə dağıdır, paltarını bulaşdırır yeməyi və bu qəzəblənir. Bu zaman kölə deyir ki, ey Mövlam, ey ağam, əsəbləşmə. Allah Azəbə Cəllə Quran-ı Kərimdə buyurur ki, وَالْكَاظِمِينَ الْغَيْظِ onlar qəzəblərini boğarlar. Və bu zaman deyir ki, kazamdu gayzi, qəzəbimi boğdum. Kölə deyir ki, وَالْعَافِينَ عَنِ النَّاسِ insanları əfv edərlər, ayənin davamını oxuyur. İmam Zeynul Abidin rahimehullah deyir ki, səni əfv elədim. Deyir, وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِينَ Allah yaxşılıq edənləri sevir. Yəni, hələ qarşılıq da gözləyirəm, yaxşılıq deyil mənə. Həm üstünü bulaşdırır, həm də deyib, yaxşılıq elə. Və deyir ki, səni Allah üçün azad elədim. Köləlikdən azad elədim. Yəni, onların ayə gələndə əməl etmələri bu şəkildə idi. Və sonra şeyx gətirir ki, Şeyx Nasır Səmərqand rahimehullah buyurur ki, müsəlmana yaraşan odur ki, müsəlman yumşaq və səbirli ola. Və o, müttəqilərin sifətindəndir. Allah Teala buyurur ki, وَلَمَنْ صَبَرَ وَغَفَرَ İnnə zəklə min azmin umur. Kim ki səbr edir və bağışlayarsa, bu işlərin ən əzəmətlərindəndir. Başqa ayət Allah Teala buyurur ki, وَلَا تَسْتَوِ السَّيِّئَةُ وَلَا الْحَسَنَةُ وَلَا تَسْتَوِ السَّيِّئَةُ وَلَا سَيِّئَةُ yaxşılıqla pislik bir ola bilməz.
Yəni, yaxşı kəlmə ilə pis kəlmə eyni ola bilməz. İdfa billeti hiyə əhsən. Sən pisliyi yaxşılıqla, pis kəlməni yaxşı kəlmə ilə əvəz et. Fəizəl-ləzi beynəkə və beynəhu ədavətun kəənnəhu vəliyyun həmim. Əgər belə edərsənsə, səninlə onun arasında olan ədavətin, düşmənçiliyin yaxın dosta çevrildiyini görərsən. وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Buna da yalnız səbr edənlər və böyük pay sahibləri nail olar. Və Allah Azze və Cəllə həmçinin İbrahim Aleyhisselamı təriflərək buyurur ki, İnnə İbrahimə ləhəlimun əvvəhun munib. Həqiqətən İbrahim həlim idi. Həlim yəni xətaları əff edən idi. Əvvəh yəni günahlarını xatırlayan, günahlarına görə peşmançılıq çəkən idi. Vəl-munib nədir? Allaha itayətinə dönən, inəbə ibadətindən biz danışmışdıq. Allah Azze və Cəlləyə dönmək, onun itayətinə dönmək, onun itayətinə dönənlərdən idi. Allah Azze və Cəllə onu bu şəkildə vəsf etmişdir. Həmçinin Allah buyurur ki, Fasbir kəmə sabara ulul azmə minər rusul. Peyğəmbərlərdən ulul azmlərin səbr etdiyi kimi səbr et. Yəni, kafirlərin səni yalanlamasına, onların əziyyətinə səbr et. Və insan qəzəbi boğmağı, bağışlamağı bacarmalıdır. Loğman Həkimdən gəlir ki, o deyir, oğluna deyərdi ki, ey oğlum, Sələsun la tuğraf illə fi sələs. Üç şey yalnız üç şeydə bilinər. Üç şey nədə bilinər? Üç şeydə bilinər. Yumşaqlıq yalnız qəzəb vaxtı bilinər. Bir insanın həlim olması nə vaxt bilinir? Qəzəblənəndə bilinər. Və la yu'rafu şuca illə indəl hərb. Bir insanın şücaətli olması nə zaman bilinər? Müharibə vaxtı, döyüş meydanında bilinər. Və bir insanın, bir qardaş da deyir, yalnız ehtiyac vaxtı bilinər. Qardaşım deyir ki, qardaşımsa, qardaş, həqiqi qardaşlıq nə vaxt üzə çıxır? Ehtiyac anında deyir, üzə çıxır. Və zikr olunur ki, tabiinlərdən bir kişi deyir, bir kişini üzünə tərifləyir. Deyir, fəqalə ləhu, ya Abdallah, limə təmdəhuni. Ona deyir ki, ey Allahın qulu, məni niyə tərifləyirsən? Sən mənim qəzəbli olduğum halda gördün və məni həlim olanlardan mı gördün? Tərifləyən deyir, xeyr. Deyir, yoxsa sən mənimlə səfərə çıxdın və səfərdə mənim gözəl əxlaq sahibim olduğumu gördün? Deyir, xeyr. Deyir, yox sən mənə əmanət verdin, əmanətə riayət edənmi gördün? Deyir, xeyr. Deyir, onda vay olsun sənə. Sən deyir, əgər bu üç şeyi bir insanda təcrübədən keçirməyibsənsə, onu necə tərifləyə bilərsən? Subhanallah, baxın, onların deyirlər, Allah razı olsun, çox sağ ol, tərifləyirsən, biraz da sevinsin. Yox, onlarda elə bir şey yox idi. Üzünə təriflənə bu şəkildə susturardı. Deyir ki, səfərdə məni təcrübədən keçirmisənmi? Xeyr. Qəzəblənəndə məni görmüsənmi? Xeyr. Mənə əmanət vermisənmi? Yox. Sən o zaman məni necə tərifləyə bilərsən? Baxın, onların əxlaqına baxın. Həmçinin gəlir ki, sələflərdən deyərdilər ki, üç əxlaq var ki, onlar cənnət əhlinin əxlaqındandır və bu da kərim olan insanlarda görünür. Biri nədir? Zülm edənə əff etmək, ikincisi səni məhrum edənə xərcləmək, üçüncüsü də pislik edənə yaxşılıq etməkdir. Və bu da cənnət əhlinin sifətindəndir. Və varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin deyir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin məclisində sahabə oturan zaman Əbu Bakr radiyallahu anhunu nədir? Əbu Bakr radiyallahu anhunu söyür. Əbu Bakr radiyallahu anhunu söyür və Peyğəmbər sallallahu aleyhi və səlləm oturduğu halda və Peyğəmbər sallallahu aleyhi və səlləm susur. Əbu Bakr da susur. Və həmin kişi susanda və Əbu Bakr radiyallahu anh qalxır, başlayır danışmağa, ona cavab qaytarmağa və bunu görəndə Peyğəmbər sallallahu aleyhi ve sellem məclisə qalxıb tərk edir. Və Əbu Bakr radiyallahu anh həmən yarımçıq qoyur danışığını, Peyğəmbər sallallahu aleyhi ve sellem arxasınca gedir, deyir, ya Rasulallah, o adam məni söydü və sən sustun. Mən danışdığım zaman nə üçün qalxdın? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, çünki Allahın bir mələyi sənin əvəzinə ona cavab verirdi. Onu nədir, sən sustuğun üçün, sən susturdun, mələk sənin əvəzinə cavab verirdi. O ləkə misluh, necə ki hədislərdə gəlir, sənə də misli olsun deyə ona cavab verirdi. Nə zaman ki sən danışmağa başladın, o zaman mələk getdi və onun yerini şeytan oturdu və mən də şeytan oturan yerdə oturmaq istəmədim.
Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, 3 dənə şey var ki, 3 xislət var ki, Allah azza və cəllə öz üzərinə onu haqq olaraq götürüb. Əgər bir qula bir zülm olunansa, o onu əfv edərsə, Allahın rızası üçün əfv edərsə, Allah azza və cəllə bununla onun izzətini ucaldar, onu izzətli edər. Və əgər bir qul özünə istək qapısını açarsa, bununla malını çoxaltmağı istəyərsə, yəni ondan da pul istəyir, bundan da pul istəyir, hamıya əl açıb pul istəyir, özünə bu qapını açarsa, deyir ki, illə zədəhullah bihəq ilə Allah onun mal dövlətini azaldar. Və mə min abdin a'ta atiyyətən yebtəği bihə vəchallah illə zədəhullah bihə kəthra. Üçüncü xislətdə ki, kim Allah üçün bir şey verərsə, istər sədəqə, istər hədiyyə, bununla Allahın üzünü qəsd edərsə, bununla Allah onun malını, dövlətini artırar. Bu hədisi İmam Əhməd Müsnədində rəvayət edib, hədis səhih hədisdir. Bəzi hikmət sahibləri deyərdilər ki, dünyada zahidlik 4 şeydədir. 2 şeydədir qardaşlar. Dünyada zahidlik 4 şeydədir. Birincisi, Allaha həqiqi inam, yəni qəlbi ilə Allah azza və cəllə etimad etmək ki, onun vəd etdiyinə, dünya işlərində, axirət işlərində Allahın nəyi vəd etdiyinə inanmaq. İkincisi, ən yəkuna mədhəl xalqi və zəmməhum vahidən. Deyir ki, insanlar onun gözündə zahidliyin sifətindəndir ki, sənin gözündə insanların səni tərifləməsi ilə səni pisləməsi sənin gözündə eyni olsun. Səni təriflədilər, pislədilər, sənin gözündə bu eyni dərəcədə olsun. Hər adamın bacara biləcəyi şeydir və bu xeyr. Üçüncüsü də əməllərdə ixlaslı olmaq, riyadan uzaq durmaq. Və dördüncüsü də zülm edənləri əfv etməyə bacarmaq və malik olduğu halda əlinin altında olanlara heç zaman qəzəblənməmək, onlara qarşı yumşaq və səbirli olmaqdır. Abu Darda radiyallahu anhudan gəlir ki, bir gün ona bir kişi deyir ki, mənə bir kəlmələr öyrət, Allah qatında mənə fayda versin o kəlmələr. Abu Darda radiyallahu anhu deyir ki, Usikə bi kəlmətin mən amilə bihinnə kənə səvabuhu alallah azə və cəllə əd-dərəcətil ulə. Mən sənə elə kəlmələr öyrədirəm ki, o kəlmələrlə Allah azə və cəllə o kəlmələr əməl edərsənsə, Allah qatında onun savabı yüksək dərəcələrə çatmaqdır. Birincisi, Lə təqul illə tayyibən vəs'allah azə və cəllə rızqa yevmin bi yevm. Birincisi nədir? Yalnız təmiz, pak olan şeylərdən ye, halal şeydən ye və Allahdan da hər günün ruzisini istə. Bu birinci sifətdir. İkincisi, وَعُدْ نَفْسَكَ مِنَ الْمَوْتَ. Özünü ölülərdən say. Özünü kimlərdən say? Özünü ölülərdən say. Üçüncüsü, öz irzini Allah azə və cəlləyə həvalə et. Öz irzini Allah azə və cəlləyə həvalə et. Yəni nə deməkdir? Kimsə sənin irzinə dil uzadarsa, səni söyərsə, sən neynə? De ki, mən irzimi Allah azə və cəlləyə buraxmışam. Yəni, onun qarşılığını verən kimdir? Cavabını Allah azə və cəllə verəcək. Və dördüncü də وَإِذَا سَأْتَ فَاسْتَغْفِرِ اللّٰهِ. Və bir xata da etdikdə, bir pislik də edəndə həmən Allahdan bağışlanma dilə. Peyğəmbər sallallahu aleyhi və səlləm bilirsiniz ki, əziyyət gördüyü günlərdən biri Uhud döyüşündə olur. Rasulullah sallallahu aleyhi və səlləm Uhud döyüşündə öldürmək istəyirlər, qılınçla vururlar, başını yaralayırlar, yüzü yaralanır. Rasulullah sallallahu aleyhi və səlləmin dişi düşür həmin döyüşdə. Hətta sahabələr deyir ki, ya Rasulullah, sənə qarşı bu əməl edənlərə deyir, lənət oxu deyir. Sahabələr deyir, ya Rasulullah, onlara lənət oxu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən lənət oxuyum deyə göndərilmədim. Mən nə üçün göndərildim? Dəvət edən və rəhmət olaraq göndərildim. Ondan sonra ki, Allahım qövmümü əfv elə, onlar bilmirlər. Subhanallah. Rasulullah sallallahu aleyhi və səlləm əxlaqına baxın. Taif səfərində Rasulullah sallallahu aleyhi və səlləmə hansı əziyyəti verirlər? Qəbul etmədikləri yetmir, balaca uşaqları yığırlar ki, daşa bastırırlar. Daşlarla vurun. Və Rasulullah sallallahu aleyhi və səlləmə o qədər daş vurulur ki, qan itirir, başlayıb bədənindən qan axmağa. Və çox qan itirir, Rasulullah sallallahu aleyhi və səlləm bayılır, yıxılır.
özündən gedir. Və ayılanda baxır ki, Cəbrail aleyhissalam başının üstündədir. Yanında da 2 mələk var. Deyir ki, ey Muhammed, Allah sənin qövmünün sənə etdiyini gördü və bu Allahın göndərdiyi dağ mələklərdir. Bunlara əmr et, Taif əhlini bu 2 dağ arasında məhv eləsin, yox eləsin. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, xeyirdir. Ola bilsin onların belindən elə insanlar gəlsin ki, onlar Allaha ibadət etsin. Nəfsi üçün intiqam ala bilərdi. Deyir, dağıdın, məni bu hala saldılar. Deyir, xeyr. Demək ki, bunlar da yox. Bunların belindən Allaha ibadət edən insanlar gələ bilər. Baxın, Rasulullah sallallahu əleyhi və səlləm bu şəkildə idi. Ayşə anamız deyir ki, mən təqəm Rasulullah sallallahu əleyhi və səlləm nəfsiyə qat. Allah Rasulullah sallallahu əleyhi və səlləm heç zaman nəfsi üçün intiqam almadı. Heç zaman nəfsi üçün intiqam almadı. Yalnız Allahın hədləri aşılanda o zaman qəzəblənərdi. Məkkənin fəthində bütün Məkkə müşrikləri, ona əziyyət verənləri yığır Kəbənin ətrafına. Deyir, məndən nə gözləyirsiniz? Müşriklərin hamısını yığır ora. Deyirlər ki, səndən yalnız yaxşı şey gözləyir. Sən kərim olan və kərim olanın övladısan, deyir. Deyir, gedin, əzəbu əntum tulaqa, gedin, hamınız azadsınız, hamınızı əff eləyirəm. İstəyir İslamı qəbul edin, istəyir eləməyin, amma hamınızı əff eləyirəm. Və o kəlmə yetər oldu ki, onlar İslamı qəbul elədilər. Hamısı İslamı qəbul elədi. Baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm bu əxlaqın sahibi idi. Qəzəbini boğardı. Rasulullah sallallahu əleyhi və səlləmə necə ki, hətta bəzilər əziyyət verirdi. Havaricilərin babası Zulxuveysra Huneyn döyüşünə deyir, ey Muhammed, adil ol, deyir. Ədalətli ol, deyir. Sən Allah üçün bölmədin, deyir, bu bölgüyü. Necə ki, babaları pul davası eləyirdi. Onlar da dünya əhlidirlər. Və Rasulullah sallallahu deyir ki, vay olsun sənə, deyir, mən adil deyilləmsə, kim adil ola bilər? Və sonra deyir ki, Allah Musaya rəhm eləsin. O da məndən çox əziyyət edildi ona, lakin o da səbr elədi. Yəni, Peyğəmbərlər həmişə nədir? Səbr etməyi seçərdilər, səbirli olmağı üstün görərdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, möminlər yumşaq olmalıdırlar. Necə ki, boyunlarına çidar keçirmiş bir dəvə kimi olmalıdır. Hansı tərəfə sürüyərlərsə, o tərəfə getməlidir. Yəni, bu kimlərə qarşıdır? Möminin bu mövqeyi kimi, möminlərə qarşıdır. Allah buyur ki, əşiddə aləl-kuffari ruhaməu beynəhum. Kafirlərə qarşı şiddətli, öz aralarında rəhim, bir-birinə rəhimlidirlər. Ruhamə beynəhum. Biz isə nə edirik? Kafirlərə qarşı cıma ilə danışırıq, rəhimlik, amma müsəlman qardaşımız gələndə üç şey veririk. Salam verəndə deyirik, yox, bizim mənhəcimiz var, biz salam almırıq bunlardan. Kafirə isə gedib birinci salam veririk. Amma müsəlman qardaşımız salam verəndə salamı kəsmək lazım, bu mənhəc deyirik. Amma hansı ki, Allah Azə və Cəllə bizə deyir, bir-birlərinə rəhimli, kafirlərə qarşı şiddətli olarlar. Və Nasr Səmərqənd Rahimullah buyurur ki, sizə səbirli, qəzəblənəndə səbirli olmağı tövsiyə edirəm. Çünki qəzəb anında tələsməkdən deyir, çəkinin deyir. Çünki tələsməkdə 3 dənə şey var, qəzəb anında səbr etməkdə isə 3 dənə şey var. Tələsməkdə olan 3 şey nədir? Birincisi, sonraki peşmançılıq, insan öz nəfsində olan peşmançılıq. Çünki həmin qəzəblənəndə tələsərək bir hərəkət etirsən, sonra ona özün peşman olursan. İkincisi, insanlar yanında qınaq, insanlar səni qınayır. Üçüncüsü də Allah yanında cəza. Çünki qəzəblənən insan normalda ona qarşı edilənin mislində etmir. Həmişə istəyir, biraz artıq etsin. Yəni, zülmə, nəfsi onun zülmə onu vadər edir. Və o da zülmdə, qiyamət günü zülmətdir onun üçün. Deyir ki, yaxşı, qəzəb anında səbr etməyin əvəzi nədir? Birincisi, insanın öz nəfsinə sevinç gəlməsi. Həmin vaxt qəzəbini boğursan, bir müddətdən sonra istəsən də gedib intiqam almaq istəmirsən. Deyir ki, əlhamdülillah, yaxşı ki, səbr elədim, ona cavab vermədim. İkincisi, insanların yanında təriflənirsən. Üçüncüsü də Allah qatında deyir, savaba nail olursan. Allahdan istəyirəm ki, bizi işdə faydalanlardan eləsin, eşidir və axsan tabi olmalardan eləsin. Subhanəkallahum və həmdik, əşhədən nə ilə nəstəğfiruka və etûbü ileyk.